Akşamınız xeyir olsun. Ramazanın 23-cü günü. Allah oruçlarınızı, dualarınızı qəbul etsin. Sizə Alanya'da tam çevre yolunun üstünde Alanya mərkəzə tərəf gələndə artıq qarşıda dairədən sola dönüb mərkəzə gedirik və çatmamış sağ tərəfdə yeni gözəl bir restoran açılıb. Böyük restoran Lavaş adlanır. Çox böyük restorandır. Hal-hazırda tam iftar saatıdır, iftar vaxtıdır deyə restoran doludur. Rezervasiya ilə qəbul edirlər. Baxın bu maşınlar hamısı bu restorana gəlib. Burada çox gözəl çorbalar, kebablar, dönər, köftə, fırın, hər şey var. Mən də bura ilk dəfə gəlirəm və hər zaman olduğu kimi sizə də göstərirəm. 2 mərtəbəlidir. Yuxarıda uşaq oynamaq üçün yer var, uşaq oyun yeri var və belə mətbəxi açıqdır. İçərisi tərtəmiz, qəşəng, səliqəli Lavaş restoran. Alanya'da yeni fəaliyyətə başlayıb. Burada da şirniyyat olan qismdir. İftar menüsü də təqdim olunur burada. Hətta göstərim sizə, baxın. Qiymətlər də burada yazılıb. Belə iftar menüsü var. Rezervasiya üçün də qiymətlər burada yazılıb. Normal menülər də var. Bura mətbəxdir, açıq mətbəx. Bu hissədə çorbalar hazırlanır, salatlar filan, hər şey belə hazırlanır. Gözəl bir yerdir. Səliqəli, qəşəng, ailəvi bir restoran. Belə əziz dostlar, Mehmet abi də buradadır, restoran sahibi. Bu arada qeyd edim ki, yoldaşı da Azərbaycanlıdır. Ne söylemek istersiniz Mehmet abi? Müessese ortağıyım. 1. senemizi doldurduk. Hayırlı olsun. Kardeş şehrimiz Azerbaycan'ı, oranın güzel vatandaşlarını Alanya'mıza Lavaş restoranta bekleriz. Hepinizi sevgiyle kucaklıyoruz. Çok teşekkür ederiz. Hayırlı olsun inşallah. Her zaman. Memnun olduk. Teşekkürler. Ben devam edeyim. Böyle əziz dostlar, üst katta oyun yeri var. İndi üst kata da çıxarıq. Burada ise kolay gelsin. Çok mehriban kollektivdir. Çok sürətli çalışırlar. Her şey yüksek seviyede. Bakın böyle. Burayı yayda yəqin ki açılan hissədir. Burada da masalar hamısı rezervasiya ilə dolub. Qəşəng, səliqəli, gözəl bir restorandır. Lavaş. Sulaman Bey mi? Şimdi yuxarı da çıxıb baxaq. Bəli, artıq 2-ci mərtəbədəyik. Burada da oturmağa yerlər var. Burada demək olar ki dolub artıq. Deməli, yüksək xidmət olanda, keyfiyyətli yeməklər olanda restoranlar bu şəkildə çalışa bilərlər. Orada isə uşaq oyun yeridir. Hamınızı Alanya'ya dəvət edirik. Bu arada bunu da görsədim. Burada hətta məscid otağı var. Namazları qılmaq üçün. Çox gözəldir. Burada baxaq. Dəstəmaz almaq üçün yer. Və can namazları qoyulub artıq. Namaz qılmaq üçün gözəl bir yer var. Belə əziz dostlar, bununla da videomu yekunlaşdırıram. İnşallah növbəti videoda görüşənədək sağ olun, var olun.